Ölkələrin daha təhlükəsiz və inkişaf etmiş bir regionda yer almaq istəyi təbiidir. Baş nazir Nikol Paşinyanın ərazi məsələləri ilə bağlı son açıqlamaları da Ermənistanın belə bir istəyindən xəbər verir. Paşinyan bəyan edib ki, Ermənistanın Azərbaycan və digər qonşu ölkələrə qarşı ərazi iddiaları yoxdur və ordunun əsas vəzifəsi ölkənin müdafiəsi və təhlükəsizliyini təmin etməkdir. 29.743 kvadrat kilometrlik ərazi çoxlarına tanış deyil. Real Ermənistan beynəlxalq səviyyədə tanınan ərazisi və sərhədləri olan Ermənistan Respublikasıdır. Bu çox sadə ifadə kimi görünür. Amma son illər bu rəqəmin bir çoxumuza tanış olmadığını görəndə təəccübləndim. Bir sıra hallarda tənqid də səsləndi. Niyə mən bu və ya digər ölkənin ərazi bütövlüyünü tanıdım? Bunun motivasiyası nədir? Bunun üçün ən mühüm motiv o idi ki, ilk növbədə özümüz ölkəmizin ərazi bütövlüyünü tanımalıyıq. Nikol Paşinyan bu fikirləri Real Ermənistan ideologiyası layihəsinin ikinci müzakirəsi zamanı deyil. Ekspertlər bildirir ki, Ermənistanın baş naziri səmimidirsə, o zaman erməni xalqını sülhə hazırlamalıdır. Əgər Paşinyan həqiqətən bu ərazini konkret rəqəmlərlə tanıyırsa, etiraf edirsə, deməli, ölkədə işləmək lazımdır. İnformasiya, təbliğat məsələsi güclənməlidir. Bunu müxtəlif kütləvi informasiya vasitələri həyata keçirməlidir. Öz ətrafında olan hər halda partiyadaşları, partiya üzvləri və s. Lakin Paşinyan xalqı sülhə hazırlamaq üçün hər hansı addım atmır. Ermənistan baş nazirinin reallıqla bağlı ifadələri yalnız bəyanatlar səviyyəsində qalır. Elə bunun nəticəsidir ki, Azərbaycanla şərti sərhəddə təxribatlar dayanmır. Sülh müqaviləsinin imzalanması ilə bağlı atılan hər bir müsbət addıma təbii ki, istər ermənilərin havadarları, istər daxildə olan onların müxalifət qüvvələri bunun əleyhinə müxtəlif addımlar atırlar. Lakin Ermənistan və onların havadarları başa düşürlər ki, hər hansı atılacaq addıma qarşı Azərbaycan adekvat cavab verəcəkdir. Analitiklər hesab edir ki, Ermənistan baş naziri hələ də daxili auditoriyada sülhlə bağlı rəy formalaşdırmayıb. Üstəlik, orduya tam nəzarət edə bilməməsi və Avropalı müşahidəçilərin mandatını uzatması onun Azərbaycanla sülhdə qətiyyətli olmadığına işarədir.